Deməli, bir neçə sualların izahına baxaq random olaraq. Birinci sualda görürük ki, kompleks obyekt dərsinə aiddir. Yəni, mürəkkəb tamamlıq. Mürəkkəb tamamlıqda biz baxmalıyıq xəbərimizin ifadə olunduğu feilə. Yəni, hansı qrup feilə aiddir? Want üçüncü qrupa aid olan feillərdəndir. Hansı ki, üçüncü qrupda olan feillər özündən sonra məsələn to ilə tələb eləyir. Want deyə bilərik, məsələn, expect deyə bilərik, tell deyə bilərik, ask deyə bilərik və yaxud da allow, would like ən məşhur düşən feillərdəndir bunlar. Hansı ki, özündən sonra məsdəri to ilə tələb eləyəcək. İndi burada yeni atırıq, çünki to'muz yoxdur. İkinci nüans isə ondan ibarətdir ki, mürəkkəb tamamlıq dərsində bizim əvəzliyimiz obyekt halında olmalıdır. Yəni, adlıq halda olan əvəzlikləri biz kompleks obyektdə istifadə edə bilmərik. Hini atırıq, z'yi atırıq, şini atırıq, qalır you. You da bilirik ki, onsuz adlıq halda, obyekt halda eyni olaraq qalır. I want you to help me. İstəyirəm ki, sən mənə kömək edəsən. Olur, kompleks obyekt, yəni mürəkkəb tamamlıq strukturlu bir cümlə. İkinci suala baxa bilərik burada. Deməli, zamanların uzlaşmasına da burada fikir verəcəyik. Said keçmiş zamandadır, ona görə will'i görən kimi buradan atırıq. Bu, deməli, indirect speech-ə oxşuyur biraz. Yəni, vasitəli nitqə. Burada nəyə baxacaq biz? Vasitəli nitqdə bilməliyik ki, zaman zərfləri olduğu kimi qalmır. Zaman zərfləri, daha sonra belə deyək, şəxslər, əvəzliklər müvafiq olaraq dəyişir. Yesterday dəyişib olur the day before və yaxud da the previous day. Tomorrow dəyişir olur the following day, the next day. Bunları ona görə atırıq. Əqo olanlar before olaraq dəyişəcək. Bir dənə qalır burada C variantı. He said that he would return the next day. Would da bilirik ki, will'in keçmişə nəzərən gələcək forması. Yəni, keçmiş ifadə eləyir. Ona görə C variantını uzlaşdıracaq C-lə. Üçüncü suala baxırıq. Sual cümləsidir. Bu tiplə cümlələrdə where ilə başlayır. Ümumiyyətlə, sual cümləsində bilirik ki, necə olur? Məsələn, veririk qabağa where ola bilər, when ola bilər, how many, how much və s. bunlardan ola bilər. Sual cümləsi necə qurulur? Əgər xüsusi sual cümləsidirsə, bu sual sözlərindən birini qoyuruq. Daha sonra köməkçi feil, daha sonra mübtədamız, yəni şəxsimiz, daha sonra əsas feili yazırıq. Yəni, quruluş budur. Köməkçi feil, mübtəda, əsas feil. İndi, doesn't, works, məsələn, burada bir düzgün deyil. Niyə? Çünki ikisində də S var. Əgər feildə S varsa, biz ona, yəni does'la sual verirsə, feildə S olmamalıdır. A variantı ona görə səhv olacaq. B variantında köməkçi feil yoxdur, ona görə yanlışdır. C variantında mən niyə hərəkətə izlə sual verim? Hərəkətə nə ilə sual veririk? Do, does, keçmişdə olarsa didlə sual veririk. Ona görə izlə də sual vermirik. Where does your father work? Cavabımız olacaq D variantı. Bizim sual sözümüz, sual əvəzliyimiz, köməkçi feil, şəxs və əsas feil. D variantı düzgün olacaq. Y-də niyə olmur? Burada aydın məsələdir. Söhbət your father, yəni he-dən söhbət gelirsə, üçüncü şəxsin təqdir edirsə, biz ona doesn't sual verəcəyik. Do ilə yox. Dördüncü suala baxırıq. Yenidən kompleks obyektə oxşuyur. This present made her. Baxırıq yenə made. Made hansı feilin keçmişidir? Make'in. Və bilməliyik ki, make və late, bax bu iki feildən sonra məsdər ancaq to'suz olmalıdır. Kompleks obyektdə birinci qrupa aid olan feillərdir. Ancaq istisnalı halda da bilirik ki, make'in nə vaxt biz to ilə işlədə bilərik? Ya özündən sonra cansız ifadə kimi gələrsə, məsələn, make an effort to, bu zaman to ilə işlənə bilər və yaxud da məchul novin tərkib hissəsi kimi çıxış edilərsə, o zaman to ilə işlənər. Amma belə ümumilikdə birinci qrupa aid olan iki feil olaraq özündən sonra məsələ to'suz tələb eləyəcək. Ona görə B-də to görürük, ataq. Daha sonra nəyə fikir verməliyik? Deməli, kompleks obyektin tərkibində, mürəkkəb tamamlığın tərkibində bizim ikinci feilimiz zamana, şəxsə görə dəyişə bilməz. Yəni, burada biz felt deyə bilmərik. Və yaxud da başqa nə var burada? Became verib deyə bilmərik. Felt deyə bilmərik. Birdən qalır burada nə? Y variantı. To'suz məsdər. This present made her feel happy. Yəni, bu hədiyyə onu xoşbəxt hiss etdirməyə məcbur etdi. Belə deyək. Made-ə baxırıq. Özü sonra məsdər to'suz sadəcə feilin özü olaraq işlənir. Cavab olacaq Y variantı. Beşinci suala baxırıq. Short answers dərsinə aid, yəni qısa cavablar. My sister paints well. Baxırıq, cümləmiz təsdiqdədir. Yəni, bir inkarlıq yoxdur. Deməli, mən təsdiqcə cavabı nə ilə qaytarıram? Təsdiq cümlələrə so, as well ola bilər. Daha sonra also ola bilər, to ola bilər. Bunlardan cavab qaytarmalıyıq. Yəni, nice, Ayzənin burada bir işi yoxdur. Ona görə Y variantını atırıq. Sonra quruluş necə olur? Ümumiyyətlə, qısa təsdiq, qısa inkar cavablarda quruluş necədir? Təsdiqcə so, məsələn, do, I. So am I. So is she. Və yaxud da nice. İnkarda olsa, yəni nice, do, I. Yəni, düstur bu formadadır. Birinci köməkçi və sonra bizim mübtədamız gəlir. İndi bu baxımdan yanaşsaq və xəbərin mütləq nə ilə ifadə olunmağına baxmalıyıq. Əgər to be-nin formalarla ifadə olunubsa və yaxud da modal feillərlə ifadə olunubsa, onlarla cavab qaytarmaq daha asandır. Çünki özü ilə cavab veririk. Amma hər hansı bir feillə ifadə olunursa, bilirik ki, feilə nə ilə sual veririk?
Do, does, did. Zamana, şəxsə uyğun olaraq. Bunlarla sual verirsə feilə. Deməli, qısa təsir, qısa inkar cavablarda da elə həmin feillərlə cavab qaytarmalıyıq. İndi paint nədir? Burada feildir, elə deyil və indiki zamandadır. Ona görə mən bunun cavabını ya do ilə qaytaracağım, ya does-la. Baxaq indi. A variantında is var, lazım deyil bizə is. B variantında nə var? Yerlər dəyişikdir, olmaz. Burada da nə var? Yenə so əvvəldə olmalıdır, səhvdir. So does my brother. Eynə bu dediyimiz düsturə aiddir. Ona görə cavabımız olacaq D variantı. 6-cı suala baxırıq. I prefer apples to bananas. Aha. Yenə eyni 5-ci cümlənin məntiqindən yanaşacaq, testin məntiqindən. Baxırıq, indiki zamanda təsdiqdə olan bir cümlədir. Deməli, so ilə cavab qaytarmalıyıq. İndi baxırıq. Aha. Baxırıq. Don't var burada. Cümlənin axırında nə var? To. Dedik ki, to hansı cümlələrdə işlənir? Təsdiq. Ona görə inkarda işlənə bilməz. So have I. Cümlənin nə ilə ifadə olunub xəbəri? Feillə. Feillə ifadə olunsa do, does, diddən istifadə edəcəm. Zamana uyğun olaraq indiki zaman olduğu üçün do, does olacaq. Have'in burada bir işi yoxdur. Nice ilə niyə cavab qaytarım? Çünki cümləm təsdiqdədir. D variantına baxırıq. So does my son. Eynən düzgün cavabımız olacaq. Also ilə don't da bir arada işləməz. Ona görə Y variantı səhv olacaq. Baxaq 7-ci suala. Can you tell me how long to prepare the report? Aha, bu tip suallarda da nəyə fikir verəcəyik? Deməli, complete the sentence dərsinin sırf özünə aiddir. Hansı ki, budaq cümlədə bilirik ki, ardıcılıq necə olmalıdır? Mübtəda plus xəbər uzlaşması özünü gözləməlidir. Yəni, burada köməkçi feil əvvələ keçib eləmir. Köməkçi feillər atırıq, did əvvəldədir, does əvvəldədir. İndi it take you yoxsa it took you verək. It üçüncü şəxsin təkində olduğu üçün hər halda indiki sadə zamandadsa mən buna S əlavə eləyərəm. Elə deyil. Olmadığı üçün A variantını atırıq. Cavab qalır C variantı. Daha sonra, məsələn, baxaq biraz daha gəliz versiyalara. Məsələn, yəni 12-yə baxaq. Mary doesn't speak Russian deyir. Aha, bayaq ki, dediyimiz short answer dərsinin inkar cümlələrinə aiddir. Cümləmiz inkardadsa, deməli, mən nə ilə cavab qaytarmalıyam? Ya Nayzə ilə, ya da Ayzə ilə cavab qaytararım. Aha, indi burada görək nələr var. So olanı ataq, daha sonra to olanı ataq. İndi baxaq digərlərinə. İndi Nayzə ilə Nayzənin kiçik bir fərqinə baxaq. Məsələn, bir dənə nümunə kimi desəm, Nayzə do I deyirəm. İndi I don't Ayzə deyirəm. Fərqi görə bilirik. Nayzə təsdiqdə olan köməkçi feildən əvvəl işlənir. Ayzə isə inkarda olan köməkçi feildən sonra işlənir. İndi bu iki düsturdan birinə uyğun olanı seçməliyik. Məsələn, deyir, Laura doesn't Ayda. Aha, elə bu cavab düzgün olacaq. A variantı. Nayzə Laura does, burada yerləri dəyişikdir. B variantı ona görə səhvdir. Y variantda nəyə görə səhvdir? Nayzə ilə doesn't bir arada verib. Ona görə bu da səhvdir. Bu qədər bəsit. 13-ə baxaq. 13-də də yenə. Does she know? Aha, bu tip suallarda bizi çaşdırır. Görən kimi elə bilirik elə sual cümləsindədir və biz belə deyək, sual cümləsinin formatından çıxış etməliyik. Yox, əslində bu tiplərdə bizə lazımdır burada deməli, bax bu hissədən sonraya baxmaq. Bu hissədən sonra necə olur dedik? Mübtəda plus nə? Xəbər. Yəni söz sırası pozulmayacaq. Köməkçi feillər əvvələ keçməyəcək. Didi ataq, həzə ataq. Digər variantlarda isə bir də nəyə fikir verəcəyik? Baxaq məsələn, A variantına baxaq. What he has come for. Aha, yəni heç bir problem yoxdur. Biz burada A variantını düzgün götürə bilərik. Bu hansı struktura aiddir? What for. Yəni why deməkdir də əslində. Məsələn, burada Y variantına why-ı for-la verib olmaz. Why for-la işləmir. What for-la işlənir. O da bərabər olur nəyə ilə? Why-yə bərabər olur. Digərlərini niyə seçmirik? Məsələn, what he come for. He-ni burada necə verib? Come burada indiki zamandadırsa S olmalıydı. Yəni da he-yə görə. Ona görə C variantı onu səhv olacaq. Daha sonra, məsələn, baxaq burada sual formatında olanlara, bir neçəsinə. Məsələn, 20-ci suala baxaq. 20-ci sualda da yenə bayaq ki, məntiqdən yanaşacaq. Buradan sonraya baxacaq biz. Buradan sonraya. Donu ataq, köməkçi feillər əvvəldə olmaz. Ataq. Aha. Arda əvvəldə də atdıq. Bir dənə qalır nə ilə? Ən asan versiya, B variantı. Yəni, complete the sentence dərsində ən əsas nüans odur ki, fikir verməlisiniz bu qaydaya. Mübtəda plus xəbər. Yəni, vəsə. Buradan başqa artıq bir şeyə baxmaq lazım deyil. Əsasən, köməkçi feillər əvvəldə olmayacaq. Bunu bilməliyik bir qayda olaraq. 21-ə də baxaq. Short answer dərsinin başqa bir inkar formasıdır. Bu da yenə indi baxırıq. Cümləmizin xəbəri necədir? Təsdiqdədir, elə deyil. Amma burada diqqətli olmalıyıq. Cümləmizə inkarlıq verən sözlər ola bilər. No və törəmələri ola bilər. Məsələn, nevənin özü ola bilər. Hardly ola bilər. Daha sonra scarcely ola bilər.
nə bilim, barely ola bilər. Bu kimi sözlər varsa cümlədə, deməli burada mütləq inkarlıq var. Ola bilsin ki, xəbərimiz özü təsdiqdədir, amma bax bu sözlər cümlədə varsa onlar inkarlıq qatır cümləyə. Ona görə cavabı seçəcəyik yenə ya nice ilə ya Ayza ilə. To-nu ataq, also-nu ataq. Daha sonra məsələn nəyə baxa bilərik? Nice did I deyir burada. Cümləmiz hansı zamandadır? İndiki zamanda olduğu üçün mən do-daz axtaracağam. Did bizə lazım deyil. Getdi. Məsələn, baxaq. I don't never, don't və never iki inkarlıq bir arada işlənməz. D-ni də atarıq. I never make mistakes, Ayza deyə bilərik. Bəli. Ayza dedik necə işlənir onsuz da? İnkar cümlədə işlənir, never də bu cümləyə inkarlıq qatır. Bu qədər olacaq. Sonra baxa bilərik. Məsələn, 33-ə baxaq. I wanted to know if. İndi yenə if-dən sonraya baxacağıq burada. I wanted to know. Bir də xəbərin zamanına mütləq baxmalıyıq. Hansı zamandadır bu? Keçmiş zamandadır. Deməli, keçmişlərlə. Buradakı tutaq cümlədə keçmiş olmalıdır. Məsələn, A variantında nə var? Have been paid. Bu indiki bitmişdir. Bizə keçmiş lazımdır. They hadn't to. Burada da yenə nəyə fikir verməliyik? Had to modal fe'linin sualı inkarı ilə düzəlməlidir? Didlə. Yəni, indiki zamanda have to olsa da do-dazla düzəlməlidir. Özünə inkar düzəldə bilmirik. Ona görə B variantına atırıq. Daha sonra baxırıq C variantına. Was burada nədir? Was əvvələ keçib, köməkçi fe'l dedik. To be-nin formaları do-daz, bunlar əvvələ keçməz. C variantında ona görə atırıq. They had accepted the invitation. Doğrudur. Mübtəda plus burada xəbər. Uzlaşması, yəni düzgündür. Ona görə cavabımız elə olacaq nə? D variantı. Y niyə olmaz? Was inkardadır. To təsdiqdə işlənir. Y ona görə səhvdir. Daha sonra bir neçəsinə də baxaq. Məsələn, 44-də baxacağıq. Bu tiplərdə də yəni yenə diqqətli olmaq lazımdır. Who knows? Yenə buradan sonraya baxacağıq. Has əvvəldə də atdıq. Has əvvəldə də atdıq. Sonra burada nəyə fikir verəcəyik? Bilməliyik ki, when və what time olanda hansı zaman olmaz? Present perfect işlənməz. Yəni, indiki bitmiş zamanı when what time olan tərəfdə görməyəcəyik. Have, has plus participle to işlənməyəcək when what time olan tərəfdə. C-ni ona görə atırıq. Sonra nəyə baxırıq? Yenə nə var burada? 44-də deməli what he has come for. What for why-ın ekvivalentidir. Yəni burada bir problem yoxdur. What he has come for düzgün versiyadır. Bir variantına görə düz götürəcəyik. Why burada for-la işlənib, ona görə yanlış olacaq. Daha sonra 47-yə baxaq. Who by? Who by ümumiyyətlə nədir? Who by görürüksə cümlələrdə bu məhsul növün sual formasıdır. Yəni kim tərəfindən demək istəyir və yaxud da digər ekvivalenti də by whomdur. Bu ikisindən də axtara bilərik. İndi who by ilə veribsə, burada nəyə oxşuyur bu? Əsasən sual cümləsidir artıq. Kim tərəfindən nəsə bizdən sual istəyir. Ona görə burada nə verəcək? Bilirik ki, sual cümləsində köməkçi fe'llər əvvələ keçir, elə deyil. İndi who by varsa burada nəlik var dedik? Passiv. Yəni məhculluq var. Ona görə didi tulluyaq. Daha sonra burada has, məsələn, bitmiş zamanda olsaydı been olmalıydı. Məhsul forması, ona görə yeni də atırıq. Daha sonra invitation-a baxırıq. Invitation nədir? Təkdə də elə deyil. Deməli, were-lə niyə işlədim mən bunu? Was-la, izlə işlədərəm. Burada da B variantına köməkçi fe'l yoxdur. Sual cümləsinə atırıq. Qalır nə? A variantı. Who was the invitation sent by? Məhsul növdə olan cümlənin sual forması. Kim tərəfindən deyir, göndərilib dəvət? Bu formada yazırıq. Daha sonra baxaq biraz daha fərqli versiyalardan nə var? 62-yə baxaq. Nə deyir? Do you know at 5 o'clock? Yenə burada fikir verəcəyik nəyə? Where-dən sonralara baxacağıq. Və buradan sonraya. Didi tulluyaq, willi tulluyaq. Dedik köməkçi fe'l şəxsdən əvvəl keçmir. Bir qayda olaraq. Arı tulluyaq, dedə getdi. Başqa nə qaldı? Onlar saat 5-də harda görüşəcəyik? Harda olublar? Yəni belə bir sual bizdən istəyir. Burada konkret vaxt olduğu üçün, konkret zaman olduğu üçün deməli hansı zamana söhbət gedir? Past simple-dan. Yəni keçmiş sadə zamandan söhbət gedir. Ona görə ona da uyğun hansıdır? C yoxsa Y? Burada görürük ki, bitmiş zamandadır, indiki zamandadır. Ona görə seçməyəcəyik. Cavabımız qalacaq Y variantı. Bu qədər. Daha sonra da bir neçəsinə baxaq. Məsələn, gəlin 74-də də baxaq. Bu da qısa cavablara aiddir. Burada da bu tip suallarda amorf fe'llərdən ibarət olaraq düşə bilər. Məsələn, the doctor let Nick smoke no more. Burada iki nüansa mütləq diqqət yetirməliyik. Görürük ki, burada bir letə, bir də no more-a. No more-u görən kim bildik ki, nədir cümlə? İnkar cümlədir. Bəs zaman hansı zamandadır?
zaman hansı zamandadır desək, bilirik ki, let feili 3 forması da eyni qalan feillərdəndir. Yəni let. Məsələn, put, şat. Amor feillərdə 3 forması da eyni qalır. İndi əgər görsək ki, bizim cümləmizin şəxsi 3-cü şəxsin təkindədirsə və yanında s şəklisi yoxdursa, deməli bu keçmişdəkidir. Yəni keçmişdəki letdir. Zaman keçmişdədir. Mən nə axtarmalıyam? Və burada da inkarlıq var. Deməli Naize ilə, Aize ilə və keçmişdə olan qısa cavab axtarmalıyam. Sonu ataq. Bunları ataq buradan. Başqa Naize ilə olanlara baxacaq. Naize does deyir. Does lazım deyil mənə. Niyə? Çünki zamanım keçmişdədir. Sonra Naize do, yenə do indiki zamandadır, atıram. Nə qalır? Naize did his parent. Niyə did? Çünki dedik let burada keçmiş zamandakı letdir. Onu da hardan bildik? Şəxsimiz 3-cü şəxsdə olduğu üçün she, he ola bilər. Yanında s şəklisi yoxsa, deməli bu keçmişdəki formasıdır. Cavab olacaq E variantı. 75-ə baxaq. Who knows? Yenə bu bağlayıcılardan sonraya baxacağıq. Deməli, izi tullayaq. Sonra why ilə dedik for işlənməz bir qayda olaraq. Yəni, what for deyə bilərik. Yenə yazım bura. What for? Nə üçün deməkdir? Yəni, why-a bərabərdir. Amma why for-la işlənməz. Aha, sonra nəyə baxacağıq? Does əvvələ keçib, bunu tulluyuruq. Daha sonra when-lə nə işlənib? İndiki bitmiş zaman atırıq. Nə qalır burada? Deməli, qalır Y variantı. Who knows what they are busy with? Aha, bu qədər bəsit olur. Bir də əsasən fikir verməliyik. Deməli, burada qeyd kimi yazım. Deməli, biz fikir verməliyik. Müəyyən feillər var ki, onlar complete sentence dərsindən söhbət gedir. Özündən sonra zət bağlayıcısını istəməyəcək. Məsələn, bura aid olacaq ask, wonder, want to know, daha sonra tell. Bu feillərdən sonra nə işlənməyəcək? Zət bağlayıcısı işlənməyəcək bir qayda olaraq. Və want to know ilə to know-nu qarışdırmırıq. Çünki to know-dan sonra zət gələ bilər. Deyirəm ki, I know that, mən bunu bilirəm ki, mən filan şeyi bilirəm ki. Know-dan sonra zət işlənə bilər. Amma want to know, bilmək istəməkdən sonra zət işlənməyəcək. Yəni, bu əsas qaydalara diqqət yetirək.